Günləri obyekt yönümlü proqramlaşdırma dərsimizin ikinci hissəsinə baxacağıq. Bu dərsimiz boyunca metodlardan, konstruktordan və this keyword-ündən danışacağıq. Gəlin istəyirsiniz metodlardan başlayaq. Metodlar biz bilirik ki, Java-da metodlar istifadə edirik, funksiyalar. Bunu nə üçün istifadə edirik? Gəlin istəyirsiniz buna da çox qısa bir toxunaq. Siz təsəvvür eləyin ki, bir ədədin faktorialını tapan kod yazmısınız və bu sizin proqramınızda bir neçə yerdə lazım olur. Siz bunu hər lazım olan yerdə gedib sıfırdan yazsaz, bu artıq efor və kodunuzu belə deyək qarışdırar, artıq yer tutar və sair kimi şeylər eləyərək proqramın performansını zəiflədər. Bunun qarşısını almaq üçün biz metodlar istifadə eləyirik. Həmin metodların içində bizə lazım olan funksiyanı, belə deyək, kodu yazırıq. Sonra həmin kodu çağırıb başqa yerlərdə istifadə eləyirik. Artıq bizim əlimizdə hazır bir kod olur və biz onu istənilən yerdə çağırıb istifadə edə bilirik. Artıq onu yenidən yaratırıq. Burada da biz keçən dərs yadınızdadırsa, sadəcə olaraq klass yaratmışdıq və onun içində fieldlər yerləşdirmişdik. Heç bir metod yazmırıq. Burada isə artıq mən bir metod əlavə eləmişəm. Burada void onun qaytaracağı dəyərdir, metod adıdır. Public hissəsinə gələn dərslərdə daha ətraflı toxunacağıq. Bu sadəcə olaraq metodun əlçatanlığını belə deyək təmsil eləyir, public, private və s. Onlara gələn dərslərdə daha ətraflı baxacağıq. Mən burada bir metod yaratmışam və içində bir belə deyək print vermişəm. Gəlin görək bunu main klassından necə çağırıb istifadə edə bilərik. İlk öncə biz main klassında user klassının istənilən bir metodunu çağırıb işlətmək istəyiriksə, onu istifadə eləmək istəyiriksə, biz user'ın bir obyektini yaratmalıyıq. Obyekt yaratmadan eləmək olmurmu? Əslində olur, statik vasitəsilə eləmək olur, amma bu gələcək dərslərin mövzusu deyil. Siz hələ ki beyninizdə saxlayın ki, mən bir metodu istifadə eləmək istəyirəmsə, onun klassının obyektini yaratmalıyıq. Biz burada artıq obyektimizi yaratmışıq. Gəlin görək o metodu necə istifadə edirik. User deyirik, nöqtə deyirik. Burada user bizim obyektimizin adıdır. Burada görürsünüz ki, metod vardır. Bu bizim metodumuzun adı. Bu arada metodun adı istənilən bir şey ola bilər. İstəyirsiniz bunun adını metod qoymayaq, yazaq ki, amma burada adı dəyişdik deyə gəlib burada da dəyişməliyik. Yaxud run qoyaq, daha məntiqli olsun. Aha, yəni biz burada ona görə bunu elədim ki, metoda istədiyimiz adı verə bilirik. Bunun heç bir fərqi yoxdur. Biz işə salsaq, gördük ki, program is running. Biz metodumuzu istifadə elədik. Yəni indi biz bu metodu biraz daha kompleksləşdirək, biraz daha fərqli şəkillərdə yazaq. Dirək burada public yazaq, void olsun, user detail olsun. User detail bizim metodumuzun adıdır. System out print verək name'i, surname, password. Artıq biz bu metod vasitəsilə burada bir metod yaratdıq və bu metod vasitəsilə user detail-ı əldə edəcəyik. Bunu necə istifadə edəcəyik, nə edəcəyik? Bunu baxacağıq. Burada balansı da əlavə edeyim. Aha, balansı da əlavə etdik. Biz burada nə etdik? Gəlin istəyirsiniz buna baxaq, sonra gedib bunu main klassında çağırıb istifadə edək. Biz burada nə etdik? Metodumuzu biraz daha kompleksləşdirdik və bu bizə OP-ni başa düşmək üçün də yaxşı bir fürsətdir. Burada bir metod yaratdıq və system out print verdik. Burada nə elədik? Bir belə deyək name-i, baxın bu name-i işarələyəndə buranı da göstərir. Surname deyəndə baxın bunun da üstündə bir xətt var, bunun üstündə bir xətt var.
Bu demək ki, yəni bununla bu eyni field, belə deyək. Bəli, biz burada nə etdik? Bizim belə deyək, yaradacağımız obyektin məlumatlarını bizə print eləyən bir metod yaratdıq. Avtomatik olaraq biz gedəcəyik orada name-ini verəcəyik obyektin, surname-ini, passwordunu, balansını verəcəyik və user details metodunu çağıranda o bizə bizim user'ın bütün məlumatlarını çapa verəcək. Yəni siz gedək bunu main klassında istifadə eləyik. Gəlin burada yazaq user details. Biz indi bunu işə salsaq sizə nə olacaq? Təbii ki, null gələcək. Çünki biz obyektimizə bir name verməmişik, surname, password verməmişik. Heç bir data yoxdur. Buna görə bizim bütün məlumatlarımız null gəlir və balansda 0 gəlir. Gəlin indi biz user'a datalar verək. User nöqtə name bərabər olsun. Burada user nöqtə surname bərabər olsun. User nöqtə password bərabər olsun. 2, 3. User nöqtə balans bərabər olsun. Artıq indi rana versək, biz görəcəyik ki, baxın, program is running. Bu nəyə görə oldu? Burada user.run metodunu çağırmışıq. Name'imiz gəldi, surname'imiz gəldi, passwordumuz gəldi və balansımız gəldi. Bunların hamısı user'da yazdığımız bu metodun sayəsində gəldi. Bu belə. Fikir verirsinizsə, burada biz çox uzun bir kod yazırıq. User.name deyirik ona, belə deyək, bir məlumat veririk, surname deyirik, məlumat veririk, password deyirik, user.balance deyirik, məlumat veririk. Biz bu kod kirliliyinin qarşısını almaq üçün bir növ konstruktor istifadə edirik. Konstruktor nədir? Konstruktor biz bir obyekti yaradanda, bir klasın obyektini yaradanda ilk işə düşən metoddur. Hər şeydən öncə ilk o işə düşür. Nədir, necə istifadə olunur, nə üçün istifadə olunur? Bunu istəyirsinizsə burada konstruktorumuzu yaradaq və oradan baxaq. Konstruktoru yaratmaq üçün manual olaraq da yarada bilərik və avtomatik olaraq yaratmaq üçün onu göstərəcəm sizə. Sağ klik eləyirik. Buradan generate-ə gəlirik. Burada konstruktor seçirik. Burada bütün fieldlərimizi seçirik. Hamısını seçdik. Okay. Bu burada bizim üçün bir konstruktor yaratdı. Burada bir related problem verildi. Bu nə üçündür? Bunun daxilini doldurmaqdır. Artıq bu konstruktor bizə nəyi köməklik eləyir? Bizim kodumuzu nə cürə dəyişdirir ki, yəni onu izah eləyək, sonra onun içində this keywordünün nə olduğuna baxaq. Biz gördük ki, burada qarşılıq belə bir kod yazmışdıq. Gəlin indi bunu qısaldaq. Bu necə qısaldaq? Bax, ilkə niyə rıza yazdıq? Buradakı bunu sonra baxarıq. Gəlin bunu yazaq. Qısaldılmış şəklini göstərək. Ondan sonra bax, balansımız da olsun. Gəlin artıq bunları biz kommentə alaq. Kommentə alanda bunlar artıq istifadə olunur. Baxın, biz bunu yenə rana versək, yenə eyni şeylər çıxacaq. Bunlar elə bilməyin ki, burada kodlar. Bunları silsək, işə salsaq, yenə bunlar çıxacaq. Biz burada nə edirik? Baxın, konstruktorda burada görürsünüz. Name qarşısında surname, Cahangirov, password, balance. Yəni bir növ biz kodumuzu qısaldıq. Burada gəlib mötərizənin içində onları yerləşdirir. Bunu eləmək üçün bizə köməklik eləyən konstruktordur. Biz bunu konstruktorun köməkliyi ilə eləyirik. Gəlin indi konstruktorumuza baxaq. Bayaqları nə üçün related
problem verirdi. Burada qırmızı error çıxırdı. Çünki biz konstruktorun içini doldurmamışdıq. Biz user'da burada bir konstruktor yaratmışdıq. Deyirik ki, obyekt yarananda sənə müəyyən dəyərlər verəcək. Elə bil ki, siz gedirsiniz user yaradırsınız, amma ona heç bir məlumat vermirsiniz. Demirsiniz ki, sənin adın nədir, soyadın nədir, passwordun nədir. Bu xəta onun üçün çıxmışdı. Biz konstruktor yaratdığımız üçün artıq avtomatik olaraq biz onu yaradan moment, belə deyək, yaradan anda ona məlumatlarını verməliyik. Bunlar aydındırsa, gəlin buradakı this keyword-dən ümumiyyətlə bunun içində nə kod yazmışıq biz. Gəlin buna baxaq. İlk öncə baxırıq ki, burada bir metodumuz vardı bizim. Elə public user bu metodumuzun adıdır. Bu arada metodumuzun adı konstruktordakı metodumuzun adı klasın adıyla eyni olmalıdır. Eyni olur. Baxırıq burada bizə name verilib, surname verilib, password verilib və balans verilib. Qarşı tərəfdən bizə bunlar verilib və biz bunu gəlib burada istifadə edirik. Baxın, bu struktura fikir verin bir də. Biz gəlsək meyinə baxırıq ki, eyni şey deyilmi? Əslində biz burada new user deyəndə gedib orada konstruktoru çağırırıq. Bu həmin metoddur əslində. Baxırıq ki, name'imiz Rızadır. Gəlsək bura, burada da name'ə baxırıq. Baxın, bu fieldə bu dəyər vermişik. Surname'ə Cahangirov dəyərini vermişik. Password'a 1, 2, 3, 4, 5 vermişik. Balansa 1000 vermişik. Aydın oldu. Və gəlib baxırıq ki, burada biz buna da name demişik. Okay. Burada aylar da name'dir. Bunların ikisinin də eyni cürə belə üstlərindən xətt çəkilmiş kimi çaşdırmasın sizi. Bu sadəcə olaraq onların hərfləri eyni olduğu üçün belə görsənir. Və yaxud sadəcə olaraq nümunə olsun deyə sizə elə göstərdim ki, eynidir. Daha aydın başa düşəsiniz. Əslində burada onların hərfləri eynidir deyə. Belə görsənir. Mən bunun üstünə vursam, görürsünüz, bununla eyni cür olur. Bunu mən belə seçəndə artıq hərfə uyğun eləyir, amma sadəcə olaraq üstünə klikləyəndə, kursor üstündə olanda artıq onda bunların hər ikisi rəylənibsə, belə deyək, üstünə belə xətt çəkibsə, demək ki, onlar eyni şeydir. Aha, baxırıq ki, bu da neyimdir? Bu da neyimdir? Halbuki bu mənim klasının içində olan name fieldidir. Bu isə mənə kənardan gəlir. Surname'dir, surname, password, balans. Aydındır. Bunları fərqləndirmək üçün artıq bizdə bir keyword lazımdır. Bu this keyword'dur. Mən this nöqtə name deyəndə, mən bu this'i silsəm buradan. Onun beyni çaşacaq. Deyəcək ki, mən nə bilim ki, bu name hansı name'dir? Bu name hansı name'dir? Aydın oldu. Biz buna bir məlumat verməliyik ki, bu name'dir. Bu name isə buradakı name'dir. Bunun üçün this keyword istifadə edilir. This nöqtə name deyəndə biz deyirik ki, bu this nöqtə name o deməkdir ki, bu klasın içindəki name'dir. This bunu bir növ belə deyək, özünün name'ini olduğunu göstərir, təsdiqləyir. This surname də həmçinin, this password da, this balance da. Yəni biz buna this qoyuruq ki, bilək ki, bu passworddur. İndi gəlin prosesi əncədən, ən başdan bir təkrar edək. Biz normalda nə edirdik? Gəlirdik main klassında, konstruktor olmayanda yeşkə kodlar yazırdıq ki, user nöqtə name bərabərdir falan filan Rıza Cahangirov. Bu uzad-uzadı yazır. Biz bunu qısaltdıq. Konstruktor deyilən bir şey yaratdıq. Metodu yaratdıq bir növ. Və burada nə etdik? Ona name verdik, surname verdik, password verdik, balans verdik. Normalda nə edirdik? Gedirdik belə uzun yazırdıq. İndi onu qısaltdıq. Yazdığımı belə. Buradakı name'lər, surname'lər, password, balans bunlar qarışmasın deyə this keyword istifadə elədik ki, this keyword deyir ki, bunun daxilindəki name'dir, daxilindəki surname'dir, daxilindəki passworddur, balansdır. Və biz bunun köməkliyi ilə artıq yeni bir obyekt yaratdıq.
Aydın oldu. İnşallah ki aydın oldu. Ben de ondan da soruşuram. Videoda soruşuram ki aydın oldu. Ümid edirəm ki aydın oldu konstruktor dərsi. Bu videomuz bu qədər. İnşallah gələn dərslərdə görüşmək ümidi ilə.